İşləməyənlər tibbi sığortadan yararlana bilməyəcəklər. Bəli, hökumət daha bir absurda imza atmaq fikrindədir. Niyə daha bir absurd deyirəm? Çünki bundan əvvəl ünvanlı sosial yardımı da işləməyənlərə vermirdilər. Halbuki ünvanlı sosial yardımı işləməyənlərə ehtiyacı var. Yəni işləməyən insanlar ünvanlı sosial yardım almalıdırlar. Onlar yaşamalıdırlar. İnsan həm işləmir, həm də dövlət ona yardım eləmir. Amma insan işləməlidir ki, dövlət ona yardım eləsin. Çox belə bir absurd bir mənzərədir. Sosial dövlət üçün, konsepsiyası üçün çox absurd bir mənzərədir, əziz dostlar. Bugün də yenə bir büdcə haqqında layihə müzakirə olunarkən 2026-cı il üçün belə fikirlər səsləndirilib ki, 2026-cı ildə dövlət büdcəsindən məcburi tibbi sığortaya, yəni icbari tibbi sığortaya işləməyənlər üçün dövlət tərəfindən nəzərdə tutulan dəstək ödənilməyə bilər. Bu o deməkdir ki, insanlar gedib, işləməyən insanlar gedib icbari tibbi sığortadan istifadə edə bilməyəcəklər. Bu ölkədə milyonlarla insanı əhatə edəcək. Yəni milyonlarla insan o deməkdir ki, icbari tibbi sığortadan istifadə edə bilməyəcəklər. Kəndlərdə, şəhərlərdə minimum tibbi xidmətdə gözü olan insanlar, yəni qoca insanlar, yaşlı insanlar bundan istifadə edə bilməyəcəklər. Vəziyyət bu qədər absurddur, əziz dostlar. Mənim üçün maraqlıdır ki, hökumət necə bunu özünə rəva görə bilir ki, insanların gözünün içinə belə deyir ki, səni ölümə tərk edirəm. Get öl. Əgər doğrudan da bir vətəndaş işləmədiyinə görə ünvanlı sosial yardım ala bilmirsə, işləmədiyinə görə tibbi xidmət ala bilmirsə, bu necə yaşamalıdır? Və dövlət onu işlə təmin eləmirsə, normal işlə təmin eləmirsə, necə yaşamalıdır? İndi bəzi ağzı görçəklər deyəcəklər ki, iş var, işləyən yoxdur. İkinci qrup Qarabağ qazisi, fiziki məhdudiyyətli qazi, deyir ki, mən məşğulluq üçün müraciət eləmişəm. Mənə elə fiziki iş təklif ediblər ki, mən sadəcə o işin arxasında dayana bilmərəm. Araz supermarketlər şəbəkəsində belindən zədə almış, ayaq üstə dura bilməyən adama qəssablıq təklif edir məşğulluq idarələri. Yəni bu şəkildə vətəndaşları ələ salırlar. Sonra dövlət bu statistikalara istinad edir, deyir ki, əməyə təşviq üçün insanları belə qanun qəbul eləmək lazımdır ki, işləmirlərsə tibbi sığortadan da istifadə eləmək haqları olmasın. İşləmirlərsə ünvanlı sosial yardım almasınlar. Həm iş yeri yoxdur, həm əmək şəraiti yoxdur, həm də yaşamaq üçün imkan yoxdur. Dövlət deyir ki, sən yaşama. Yəni yaşama demək necə olur ayrı? Xəstədir, müalicə oluna bilmir, işləmir, sosial yardım almır, qidalara bilmir. Və Azərbaycan da olur sosial dövlət bundan. Əziz dostlar, ölkə çox dərin bir girdabın içərisindədir. Çox dərin problemlərin içərisindədir. Mənim bu dediyim məsələlər hamının problemidir. Orta təbəqənin də problemidir, varlı təbəqənin də problemidir, aşağı təbəqənin də problemidir. Ona görə ki, əgər sistem normal işləməsə, bir sinifi düşmənçilik yaranır ortada. Sistem normal işləməsə, açıq, aşkar, sosial qəzəb yaranır ortada. Və dövlət büdcəsini bu insanları ac saxlamaqla, bu insanları dərmansız saxlamaqla doldurmaq ağıllı iş deyil. Ağıllı iş deyil, qəti şəkildə. Kim sizə bu məsləhəti veribsə, bilin ki, yanlış verib bu məsləhəti. Azərbaycanda təxminən 3 milyon insan bu qərardan əziyyət çəkəcək. Bu və ya digər formada bu qərarın icrasından 3 milyon insan əziyyət çəkəcək. Yeni qanuna görə, təklif olunan qanuna görə 192 manat ödəniş olmalıdır icbari tibbi sığorta fonduna, yəni minimum əmək haqqının 48% qədər, 400 manatın 48% qədər, 192 manat ödəniş olmalıdır. Bu ödənişdən sonra insanlar icbari tibbi sığortadan istifadə edə bilərlər. Belə absurd ola bilərmi? Bir həkimin qəbulu ki, 30 manatdır, 50 manatdır. Bir insan
İldə neçə dəfə xəstə həkim yanına gedəcək ki? Siz özünüz deməli başa düşürsünüz ki, Azərbaycanda ortalama insanın il ərzində 30-40 günü həkimin yanında keçir. Çünki qidanın vəziyyəti pisdir, səhiyyənin vəziyyəti pisdir. Bunu çox yaxşı bilirsiniz. Və buna görə də insanları ölümə tərk edirsiniz. Bu absurd aradan qalxmalıdır. Vətəndaşlar dövlətin hesabına icbari tibbi sığortadan istifadə edə bilməlidirlər. Xüsusilə işləməyən vətəndaşlar, xüsusilə əmək qabiliyyəti olmayan insanlar istifadə etməlidirlər. Xüsusilə iş tapa bilməyən insanlar istifadə etməlidirlər. Və sosial dövlət nəyə deyirlər? Ya onları ağla batan işlə təmin etməlisiniz, ləyaqətlərini qoruyacaq maaş verməlisiniz, ya da onların tibbi vəziyyətini, sosial vəziyyətini təmin etməlisiniz. Başqa variant yoxdur. Videonu dəstəkləyin. Bəyənin, paylaşın əziz dostlar. Bəyənin, paylaşın ki, daha çox insan bizim həqiqətlərimizdən xəbər tutsun.